Bu arada rəqəmsal məktəb platforması artıq paytaxtın bütün məktəblərində tətbiq olunub. Layihənin əsas məqsədi məktəblərdə kargüzarlıq işinin elektronlaşdırılması, valideyn, məktəb, şagird münasibətlərinin operativliyin və şəffaflığın təmin edilməsidir. Bu, Bakı Şəhər Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova deyib. Bildirilib ki, platforma vasitəsilə təhsil prosesinin idarə olunması daha səmərəli həyata keçirilir və növbəti tədris ilində sistemin funksionallığının genişləndirilərək digər regionlarda tətbiq imkanlarının artırılması nəzərdə tutulur. Bu tədris ilindən etibarən məktəb sənədləri, attestatlar elektron formada veriləcək və deməli, elektron hökumət informasiya sistemi vasitəsilə hər bir şagird və valideyn elektron attestatı istənilən bir zamanda daxil olacaq, onu görəcək, lazım olanda müvafiq yerlərə də elektron olaraq, elektron sistem vasitəsilə təhlükəsiz formada ötürəcək.